بسم الله الرحمن الرحیم الحمد لله رب العالمین الصلاة والسلام علی سیدنا و نبینا ابی القاسم محمد و علی آله الطیبین الطاهرین المعصومین المنتخبین المنتجبین. انا انزلناه فی لیلة القدر. Kadr gecelerinin biridir. Ve bizim hadislerimizde bu geceye çok ehemmiyet verilibdir. Hatta Hanım Zəhra selamullahi aleyha uşaqlarına bu gece bir sıra müqəddimat düzəldərdi ta bu gecəni ihya saxlasınlar. Gündüz biraz yatardılar uşaqlar ta gecə yuxuları gəlməsin. Gecə xörəyi az verərdi ta çox yeməkdən yatmasınlar. Məlum idi bu gecənin əhəmmiyyəti çoxdur. Hatta İmam Sadiq Aleyhisselam'dan hadis var. Məriz idi. O mərizlik halında İmam buyurdu ki, məni aparın məscidə. Məsciddə bu gecə ihya saxlayam. Bəs 23-cü gecənin əhəmmiyyəti çox-çoxdur. Ayrı şahidlər də var. Bu gecəyə çox əhəmmiyyət verilibdir hədislərdə. Ona görə bu gecəni böyük bir fürsət tanıyaq, böyük bir fürsət bilaq. Bizim geçmiş bəhslərimizdə Ramazan fürsətləri adı ilə danışırdıq. Əvvəl gecə danışdıq, Ramazan fürsəti Allahla dərindən tanış olmaqdır. Bir odur. Ona görə Cövşənkəbir duasında insan Allah'ın minbir adım bir çağırırdı, tanış olurdu. Ve Allah'la tanış olmağın hayatta təsirini də ərz elədim. İkinci gecə insan özü ilə aşina olmağı, özü ilə mərifəti bəhs elədik. Ki Ramazan ayı ikinci fürsəti budur. Bugünkü söhbətimiz Ramazan ayı Qur'anla daha dərindən ünsiyyət ayıdır. Görəsən qədr gecəsi ilə əhəmmiyyəti budur. Qur'an vaxtı danışırı Ramazan ayını təqdim eləyəndə demir Ramazan ayı oruc ayıdır. Bax ki biz hamımız bizdən soyuşsalar Ramazan deyək yəni oruç ayı. Kur'an öcür təqdim eləmir. Deyir şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan ayı yəni Kur'an nazil olma ayı. Yəni Ramazanın şərafəti Qur'anınandır, nə orucuna. Allah-u Teala Ramazanı tərif eləyəndə Qur'ana söykənibdir, nə oruca. Oruc müqəddimədir. Oruc buna görədir ki, insan təmizlik baş versin, təqva baş versin, Qur'andan faydalana bilsin. Ki Qur'an buyurur, Hudən lil muttəqin. Qur'andan təqvalılar faydalanar. Pəs, ən gözəl aydır, çünkü Qur'an nazil olubdur bu ayda. Çünkü əslən bu ayın əzəməti Qur'andandır. Hətta mərhum Əllamə buyurur ki, Qədr gecənin də əzəməti bunda görədir. Hələ Ramazan ayına görə yox. Leylətin mübarəkə, inna ənzəlnahu fi leylətin mübarəkə. Bu ayənin təfsirində mərhum Əllamə-i Təbatəbai, bura təfsir evidir da, bura mərhum Təbərsinin qəbridir. Buyurur ki, əslən mübarəkliği Quran nazil olmağa görədir. Bundan baş tutubdur. Bərəkət ayıdır, bərəkət gecəsidir. Çünki Allah
sonuncu kamil kitabı bəşərə nazil edibdir. Yaxşı. Ona görə kim ünsiyyət çox tapsa bundan, bir ayə Quran oxusun, savabı bir xətm-i Qurandır. Bir ayə Quranı. Ayrı aylarda bir xətm oxuyacaqsan, bu ayda bir ay oxuyacaqsan, bir xətm savab olacaq. Niyə? Çün bu ayın əslən əzəməti Qurana görədir, bərəkəti Qurana görədir. Bu ayda biz rahat eləyə bildik Qur'anla ünsiyyət tapaq. Və tavsiyə ediblər və tapşırıblar. Yaxşı. Ünsiyyətin dərəcələri vardır. Birinci dərəcə ünsiyyət Qur'anın təlavətidir, Qur'anın qəraətidir. Cərz elədim, insan bir ayıq Qur'an oxusa bir xətmdir. İkinci dərəcə Qur'anın mənası ilə, Qur'anın izahı ilə insan ünsiyyət tapar. Vaxt dairə Qur'an mənasını, Qur'anın ayələrin izahını bilə. Üçüncü ünsiyyət budur ki, Qur'anı həyatında tətbiq eləyə, Qur'anla yaşaya. Bəs təlavət, fəhm və əməl. Bu Qur'anla ünsiyyətin dərəcələridir. Mən bu gün istəyirəm biraz Qur'anın mənasında söhbət eləyək. İnsan ki Qur'anla ünsiyyət tapır, o Qur'an əsasda istəyir nə desin? Nəyi insanın həyatında Qur'anı dəvət eləyir? Qur'an 3 hissədir. Diqqət edin bu bəhslərə. Qur'an düşüncə baxımından 3 hissədir. Uslub baxımından müxtəlif uslubu var ha. Uslubdan danışmıram. Təalimdən danışıram. Uslub, qissə uslubu var Qur'anda, məsəl uslubu var, əmr uslubu var. Uslub baxımından danışmıram. Ki hədislərdə var, Qur'an 7 hərfə nazil olubdur. Ki bəzilər buyururlar, 7 uslubda nazil olubdur. Uslubundan işim yoxdur. Təlimləri 3 növdür. Bu 7 uslub, bu forma 3 növ təlim bəşərə istəyir versin. Birinci təlim bəşərə istəyir düşüncə versin. Bir sıra baxış versin. Adına deyirik dünya görüşü. Bəs Qur'anın bir hissəsi insanlara dünya görüşü verməkdir. Bilsən, mümkündür dünya görüşün naqis ola, dünya görüşün düz olmaya, aləmi yaxşı tanı, Allah'ı yaxşı tanı, özünü yaxşı tanı. Bu qismət maarifdir, bu qismət düşüncədir. Terminlə desəm, bu qismət binişdir. Elmdə ya binişdir. Dünya görüşüdür. İnsanın dünya görüşü həyatında təsiri var. Mən sizə ayrı dünya görüşü deyəm. İnsan bədəndir, cismidir, ölümlə qutulur. Aləm düz başına təbiətdir. Heç nə qaidə ilə, hikmət ilə yaranmayıbdır. Bu bir dünya görüşü. Qur'an mənə cəhərdiyi yox, bu səhvidir. Əvvəla aləmin əvvəli var. Əvvəli Huvel hayyul qayyum. Allah hayy qayyumdan, Allah hayy qayyum bu aləmi bərpa eləyibdir. Bəs bu aləmi sən təbiətdən başlama, aləmi Allah'tan başla. Allahu la ilahe illa huvel hayyul qayyum. Oradan başla. O düşünülmüş aləmi yaradıbdır. Pəs aləm təbiətdə xilqətdir. Təbiət kəlməsini qoy kənara. Sən məxluqsan, yaranmısan. Sən bir hikmət əsasında yaranmısan. Səni bir düşünmüş formada yaradıblar.
Sən bədəndən əlavə ruh canda, ruhun da vardı. O ruh da səndə əbədidir. Ölümlə qutulmusan, ölümlə dünyan dəyişilir və ölümlə yeni bir aləmə gedirsən. Sən əbədi bir musafirsən. Görsən bu dünya görüşü sənə bir ayrı bir baxış verir. O aləm ki orada yaşayacaqsan, o aləm bu aləmlə irtibatı vardı. Bu aləmdə neynəsən orada batini üzə çıxacaqdı. Ət-dünya məzrəətul axirə. Yaxşı. Bu hissə adına deyirik əqidə. Bu hissə adına deyirik dünya görüşü. Bu hissə adına deyirik insana tanışlıq vermək, maarif vermək, özünü tanısın, Allah'ını tanısın, aləmi tanısın. Kur'an bir bu hissəni öhdəsini alıbdır. Ona görə bir dünya görüşü mənə verir. Allah'ı təqdim eləyir, birini o təqdim eləyir, mən bilirəm ki, aləmi Allah indi də idarə eləyir. İndi də aləm Allah'ın əlindədir. Əli ki, məcazi, Allah'ın əli yoxdur. Çünki ləysə kəmislihi şəy. Yəni Allah'ın qudrətinin əlindədir. Seytərəsindədir, sültəsindədir. Yaxşı, bu bir hissə. Pəs bir hissə Qur'an, siz ayələrə baxsınız, bir hissəsi budur. Tevhidi başa salır, insanı başa salır, qiyaməti başa salır. Hamısı maarifdir, dünya görüşüdür. Bu aləm təhcə biz gördüğümüz varlıklar değil, ayrı varlıklar da var. Melaike de bu alemde var. Təhcə bu təbiət, yer alemi değil, melekut alemi de var. Bunlar hamısı dinin dünya görüşüdür mənə verir, formalaştırır. Ama ikinci hissə. İkinci hissə insana məxsusdur. Da dünya görüşü değil. Tanışlıq deyil. İkincisi insanın fəzilətlərini və rəzilətlərini izah eləməkdir. İstir insana desin ki, bu xasiyyətlər səndə rəzilətdir, alçaqlıqdır. Təkəbbür rəzilətdir. İnad rəzilətdir. Pəxillik rəzilət, tamahkarlıq rəzilət. Bir tərəfdən də fəzilətləri başa salır. Deyir təvazu, deyir elm, şakir olmaq və sair sifətlər. Bunlar da sənin fəzilətlərindir. Siz Quran ayələrini baxın, vaxtı uslubdan söhbət eləmir ama mümkündür bu sözləri peyğəmbərlərin tarixində deyir. Fir'onu başa salanda istikbarı danışır. Musa'nı başa salanda Musa'nın fəzilətlərini başa salır. Peyğəmbərlərin fəzilətlərini başa salır. Ama onların içində insanın dəyərlərini, müsbət dəyərlərini bizə tozih verir və mənfi dəyərlərini yine bizə tozih verir. Ta mən-i bəşər onlardan uzaqlaşan bu sifətlərə malik olam. Pəs ikinci sifət fəzilətlərdir və rəzilətlərdir. Adına biz deyirik əxlaq. Pəs Quranın ikinci qisməti əxlaqdır. Əlbəttə, əxlaq ayrı dünyasında da var. Diqqət edin bu sözə. Qərb mədəniyyətində də əxlaq var. Onlar insanları əxlaqsızlığa dəvət eləmirlər, o filsufları. Amma əxlaqın binövrəsi fərq eləyər. 3 binövrə var əxlaqa. Bir binövrə mənfəətdir. Deyirsən, düz danış, cəmiyyətvə xeyri var. Sən də yalancı olsun, sənin dostun da yalancı olsa bir-birinizə etimad eləməzsiniz.
Düz danışın ta mənfəət aparın. Bu əxlaqın ölçüsü mənfəətdir, maddi maraqdır. Həqiqətdə əxlaq deyil, müştərək mənfəət. Bir əxlaqın ölçüsü də fəzilətdir. Səbr elə, çün səbr sənə bir fəzilətdir. Düz danış, çün sədaqətlik fəzilətdir. İslam dini bundan da yuxarıdır. Hatta fəzilət sözündən də yuxarıdır. Mərhum Əlləmi Təbatəbayın bunu yadigar deyirəm, dırnaq arası. Məclisimizdə ruhanilər, tələbələr çoxdur. Bunu özünüz gedin araşdırın. Kur'an'da bir ayə var İsra surəsində. İnne hazal Kur'an yahdi lilleti hiye aqvam. Bu Kur'an'ın hidayeti daha yüksektir, daha yukarıdır. Merhum Allame Təbatəbai bu ayədə deyir ki, bu ayənin mənzuru nədir? Bu Kur'an daha yukarıdır, hidayeti deyir, yani daha yukarıdır İncil'den, daha yukarıdır Tevrat'tan, daha yukarıdır insan düzəldən məktəblərdən. Sonra gəlir deyir ki, ax İncil də Allah'tandır, Tevrat da Allah'tandır. O İncil içi təhrif olmayıbdır, o Tevrat içi təhrif olmayıb. Necə olar Kur'an'ın hidayəti onlardan dərin olsun? Bir dərindir. Allah tədricən maarifi izah edibdir. Əxlaq baxımından buyurur, başqa peyğəmbərlər insanları əxlaqa dəvət ediblər. Çün əxlaq insana fəzilətdir. Amma İslam dini əxlaqa dəvət edib, çün əxlaq Allaha yaxındadır insanı. Qurb ilallahdır, rızayətullahdır. Yəni dində, İslam dinində əxlaq tevhidin bir şənidir, tevhidin bir budağıdır. Bu əcib sözdür. Bu dərin sözdür. Pəs Kur'an'ın ikinci marifi əxlaqdır. Binöre-i əxlaq da rızayətullahdır, qurb ilallahdır. Pəs birinci oldu dünya görüş. İkinci olur əxlaq. Özdə bu binöre ilə, nə mənfəət binörəsi ilə ki, qərb mədəniyyətində var, nə fəzilət binörəsi ilə ki, başqa ənbiyanın təbliğində var, qurb ilallah binörəsi ilə, tevhidi baxışla. Kur'an'ın üçüncü hissəsi əməllərdir. Salih əməllər və fasid əməllər. Kur'an insana izah edir. Hansı iş salihdir, hansı iş fasiddir. Əməl ilə əxlaqın fərqi var. Əxlaq xasiyyətdir. Sənin içərində bir xasiyyətdir. Sən sədaqətlisən. Sabirsən. Bu xasiyyət. Amma bir hadisədə yalan deysən, düz deysən, bu əməldir. Hansı əməllər fasiddir ki, günah adı veririk? Hansı əməllər salihdir? Kur'an bunları da izah edir. Ona görə deyirik, Kur'an insanın həyatında bir dənə insan proqramıdır. Təəssüflər olsun, bizlər Kur'an'ı nəhayət təlavət qədəricən Kur'an'dan üns tapmışıq. O da nəhayət qədəri. Kur'an'ı fəqət oxuyuruq. Kur'an'ı oxumalıyıq, mənalarında fikirləşməliyik. Əfələ yətədəbbərunəl Kur'an? Əm ələ qulubən əkfala. Kur'an'ın adı Kur'an-ı Hakim'dir. Yani mi de Kur'an-ı Hakim? Yani Kur'an-ı içi muhkemdir. Hakimin iki mənası var. Bunları deyin biləsən. Bir hakim yani hikmətli söz. Kur'an'ın sözləri hikmətlidir.
Quran şuxluq eləmir. Mənə belə gəlir sözlər danışmır. Quran fərziyyə danışmır. Quran nəzəriyyə danışmır. Quran hikmətdir. İkinci mənası Quran möhkəmdir. Həkim yəni möhkəm. Yəni la yətihil batil. Qurana heç vaxt batil girməyəcəkdir. Heç vaxt Quranın tarixi qutulmayacaqdır. Buna deyirlər həkim. Hikmətli sözü ki, heç vaxt tarixi qutulmaz. Bəzi sözlərin tarixi qutular ha. Adam elmi nəzəriyyə verir, ayrı bir böyük alim gəlir, ayrı əsrdə sənin nəzəriyyəvi batil eləyir. Sənin nəzəriyyen var idi, nəzəriyyə idi, ayrı nəzəriyyə gəlir. Quran nəzəriyyə deyil, Quran teori deyil, Quran fərziyyə deyil, Quran hikmətdir. İnnəhu ləqavlun fəsl. Quran konkret, qəti sözdür, möhkəm sözdür. Quran insanşünaslıqda nə deyibdir? Demir, mənə belə gəlir, şayət belədir. Deyir, insanın ruhu var, yəni ruhu var. Nəinki mən nəzəriyyə deyirəm, fərziyyə deyirəm. Quran Allah'ın xaliq tərəfindəndir. O ki insanı yaradıb onun tərəfindəndir. Pəs fərziyyə deyil, nəzəriyyə deyil, teori deyil, həds-ü güman deyil. Tənha kitabı ki bəşərin əlində var, Allah'tan təhrif olunmayıb, indi Qurandır. Ona görə bunu əldən verməməliyik. Ya Rabbi, ittəxəzu İnnə qovmi ittəxəzu hazəl Quranə məhcura. Ey mənim Rəbbim, mənim qovmum bu Quranı həyatlarından kənara qoyublar. Quran həyatlarında deyil. Rolu yoxdur həyatlarında. Qədr gecəsinin bir cəhəti də budur ki, biz Qur'anla ünsiyyəti çoxaldaq. Ramazanın bir cəhəti budur ki, Ramazanda başlayaq Qur'anla ünsiyyəti çoxaldıq. Quran nurdur. Hər cəmiyyət bu Qur'anla ünsiyyət tapsa nuraniləşər. Baxın hədisə, görün nə deyir Resul-i Əkrəm. Deyir, evinizi nurani eləyin. Zəyyinu buyutakum. Ya bir nüsxədə nəvveru buyutakum. Nurani eləyin evinizi. Bi təlavətil Quran. Evlərinizdə Quran oxuyun. Evləriniz nurani olsun. Yaxşı. Sonra əcib cümlə deyir. Biz bu cümlə əcib da təəccüb eləməli cümlədir. Deyir, Quran oxuyun evinizdə. Eviniz nurani olsun. Və la təttəxizuha qubura. Qəbristana çevirməyin evinizi. Yəni Quran oxumasaz eviniz qəbristanlıq olar. Əcəba, biz axı Quranı qəbristanlıqda oxuyarıq. Deyir, Quran oxuyun eviniz qəbristanlıq olmasın. Bu mənası nədir? Bunun mənası budur ki, insan ki evində Quran yoxdur, o ölüdür. O ev qəbristanlıqdır. O əfradi ki evlərində Quran oxunmur, o ev təbdil olur bu hədisə görə qəbristanlığa. Qəlb ölür. İki növ ölü var. Bir ufuqi ölü var, tabuta qoyarlar, apararlar qəbristanlığa. Bir şaguli ölü var. O şaguli ölüdə diridir, nəfəs çəkir, ayağı var, yeriyir, xorək yiyir, amma qəlbi ölübdür. O hansıdır qəlb ölüb? Deyir, o ki Allahla əlaqəsi yoxdur, onun qəlb ölübdür. Deyir, Allahla əlaqə bağlayın, Allahın kəlamını oxuyun, evinizdə Quran oxuyun, ta qəlbiz ölməsin, ta eviniz təbdil olmasın qəbristanlığa. Ev qəbristanlıq olmaz. Əcib hədisdir. Ona görə bizlərə tövsiyə ediblər, Quran oxuyaq. Quran dəyərləri də izah edir. Təvazu dəyərdir. Müqabilində istikbar mənfidir. Quran deyir, müstəkbir istər fərd ola, istər camiə ola, istər bir rejim ola, o müstəkbir rəzilətdir.
indiki dünyada istikbar dünyasında zor diyen dünyada 70 ilden çoxdur istikbarla zor deyirlər. Bir rejim düzəldiblər İsrail adında. Ne kadar uşaqlar öldürüblər, ne kadar aileler dağıldıblar, ne kadar qəsb ediblər yerləri. Niye? Çünkü biz Müslümanlar İslam'a əməl eləməmişik, Kur'an'a əməl eləməmişik. Mərhum İmam-ı Ümmət buyurardı ki, eğer her Müslüman bir su töksə İsrail'e, İsrail boğular. İslam dünyası birleşse, vəhdət baş verirse İslam dünyasında, İsrail rejimi nedir? Bunlar qəd ələm eləyənməzlər. Bunlar gəliblər İslam dünyasını, ölkələrini ixtilaf salmaqla, ölkələrdən vəhdəti almaqla rahat eləyə öz hədəflərinə, məqsədlərinə çatsınlar. Ona görə Kur'an'a müraciət, Əhl-i Beytə müraciət səbəbdir. Biz İslam dünyasını birləşdirək, İslam dünyası birləşsin. Pəs Qədr gecəsi bir gecədə fürsətdir Kur'anla mənus olmağa. Bir gecə fəqət deyil, bu bir ayın hamısıdır. Mən bu 3 gecədə fürsətləri danışdım. Bu 3 dənə fürsət də deyil, çoxdur. Daha 3 gün mənə fürsət oldu, sizin xidmətinizdə olaq. Birinci fürsət bu oldu ki, Allahla çox tanış olaq. İkinci fürsət özümüzü biraz analiz eləyək, özümüzü mühasibə eləyək. Üçüncü fürsət Kur'anla ünsiyyətdir. Ki mühim bir zatdır. Eğer Müslümanların elinde Kur'an dirilse, Müslümanlar da dirilerler. Bir gayrimüsəlman mütefekkir vardı, adı yadımda değil. Deyir, o günkü Müslümanlar Kur'an'ı hayatlarından koydular qırağa, o gündən gerilik başlandı. O gündən dalı oturma başlandı. Çünkü Kur'an insanları diriliğe, Kur'an insanları izzete, Kur'an insanları ma'rifete, düşünceye davet ediyor. Allah'tan istiyoruz bizi Kur'an'dan uzak salmasın. Allah'tan istiyoruz gün-bə-gün Kur'an'a nisbət ünsiyyətimizi çoxalsın. Allah'tan istiyoruz bu günler küfr ve iman müharibəsidir. Allah müstəkbirləri, Amerikanı, Sehyonisti rejimi, Allah bunları məhv nabud elə. Keydilərini özlərinə qeytərcinə. Barilaha İmam-ı Ümmət, İmam-ı Şəhid ruhun şad elə. Barilaha Hazreti Ayetullah Seyyid Muçtəba Xameneyi sallamahullah, Allah bunu bütün bəliyatdan hifz elə. Barilaha İslamın qələbəsini günbə-gün artır cinə. Bu hazirin gəliblər Qədr gecəsində həvaic-i şəriyyələri bəravordə bi xeyr elə. İmam-ı zamanın zuhurun təcil elə. Bizi onun zuhuruna əhl-i şayistə elə. Mərzai musliminə şəfai acil inayət elə. Salavat. Kur'an'ı başlıca qərar verib Allahümme bihakki hazel Kur'an ve bihakki men erseltehu bihi ve bihakki kulli mu'minin medahtahu fihi ve bihakkike aleyhi fela ahaden a'rafu
بك منك بك يا الله